Salam hörmətli müdavimlər, hörmətli abituriyentlər, hər birinizi təkrar xoş gördük. Bugün biz Albaniyanın testini işləyəcəyik. 2025 limin test toplusundan. Testə keçməzdən əvvəl bildirmək istəyirəm ki, bizim onlayn qruplarımız mövcuddur. Həm MİQ və sertifikasiyaya hazırlaşanlar üçün, həm də abituriyentlər üçün onlayn qruplarımız mövcuddur. Əgər siz də tarixdən hazırlaşmaq istəyirsinizsə, müraciət edə bilərsiniz. Deməli, dərslərimizə keçid alaq. İndi Albaniyanın dediyim kimi testini işləyirik. Birinci sual. Eramızdan əvvəl 65-ci ildə baş vermiş vuruşmanın nəticəsi. Eramızdan əvvəl 65-ci ildə yadımıza salırıq ki, Qanıq döyüşü baş vermişdi və bu döyüşdə Romalılar qalib gəlmişdilər. Deməli, Atropatenaların məğlub olması xeyr, Albanların qalib gəlməsi xeyr, Roma sərkərdəsi Pompey qalib gəlmişdir. Bəli, Roma sərkərdəsi Pompey qalib gəlmişdir. Eramızdan əvvəl 66-cı ildə baş vermiş vuruşmanın nəticəsi. Bu isə Kür döyüşü hesab edilir. Romalıların qələbəsi ilə başa çatmışdı. Romalılar məğlub olub geri çəkildi. Xeyr, Atropatenalıların qalib gəlməsi xeyr. Albanlara köməyə gəlmiş Atropatena qoşunları belə bir şey yoxdur. Artabaz Atropatena hökmdarı olmuşdur. Alban hökmdarı Oroys məğlub oldu. Bəli. Oroys Albanların hökmdarı idi və məğlub olmuşdu. Qədim Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhət. Əhalisinin yalnız atəşpərəst olması xeyr. Qul əməyindən yalnız maldarlıqda istifadə edilməsi xeyr. Deyirik, təsərrüfatın bütün sahələrində qul əməyindən istifadə edilirdi, lakin qul əməyi geniş yayılmamışdı. Qərbi Roma imperiyası ilə mübarizə aparılması xeyr. Bunların dövründə hələ Qərbi Roma imperiyası yox idi. Quldarlıq münasibətlərinin mövcud olması, bəli, bu hər iki dövlətdə quldarlıq münasibətləri mövcud olub. Cavabımız olur D bəndi. Qədim Atropatena dövləti qədim Albaniya dövlətindən fərqli olaraq, yəni elə bir şey tapmalıyıq ki, qədim Atropatenada olsun, qədim Albaniyada olmasın. Roma qoşunlarını məğlubiyyətə uğratmışdır. Atropatena dövləti Roma qoşunlarını məğlubiyyətə uğradıb. Məsələn, eramızdan əvvəl 36-cı il Franska döyüşü. Amma qədim Albaniyada belə bir şey yoxdur. Ona görə də cavabımız elə olur A bəndi. Albaniyanın eramızdan əvvəl 65-ci il və eramızdan əvvəl 36-cı il tarixlərinə aid oxşar cəhət. Alanların basqınlarına məruz qalması. Alanlar 1-ci, 3-cü əsrlərdə yürüş ediblər və eyni zamanda 11-ci əsrdə də onların yürüşünü biz keçəcəyik gələcəkdə. Roma sərkərdəsi Pompeyin ölkə üzərinə yürüşü. Eramızdan əvvəl 65-ci ildə bu baş verib, amma eramızdan əvvəl 36-cı ildə Pompeyin yürüşü yoxdur. 3-cü Antioxun hərbi yürüşü bu Selevki hökmdarıdır. Atropatenaya hücum eləyib. Romalıların hərbi yürüşlərinə məruz qalması. Bəli, eramızdan əvvəl 65-ci ildə də, eramızdan əvvəl 36-cı ildə də bura Romalılar yürüş ediblər. 1-ci, 3-cü əsrlərdə Alan tayfaları hansı ərazidən keçərək Albaniyaya yürüş etmişdir? Baxın, bunun üçün xəritəni bilmək önəmlidir. Azərbaycan ərazisinə Alan tayfaları şimaldan gəliblər, yəni yuxarıdan gəliblər və Azərbaycan ərazisinə baxın, bu ərazilərdən gəlmək qeyri-mümkündür. Nəyə görə qeyri-mümkündür? Çünki burada Qafqaz dağları var. Dağları aşıb keçmək mümkün deyil. Sadəcə olaraq Qafqaz dağlarının burada Dərbənddən keçid mümkündür. Qafqaz dağlarının kənarından Xəzər dənizi sahili boyunca Azərbaycan ərazisində geniş keçid mövcuddur və burada da cavabımız olacaq Dərbənd, yəni 5 yazılan ərazi. Cavabımız olur D bəndi. Eramızdan əvvəl 1-ci əsrdə Atropatena və Albaniya tarixinə aid oxşarlıq. Roma qoşunlarının hərbi yürüşlərinə məruz qalması. Bəli, eramızdan əvvəl 1-ci əsrdə Romalılar Atropatenaya və Albaniyaya yürüş ediblər. Cavabımız A bəndi olacaq. Qədim Albaniya dövlətinə aid deyil. Cənub qonşusu Atropatena dövləti olmuşdu. Bəli, cənubdan Atropatena ilə qonşu idi. Romalıların yürüşünə məruz qalmışdı. Alan tayfalarının hərbi yürüşlərinə məruz qalmışdı. Bəli, məruz qalıb. Roma imperiyası ilə dostluq əlaqələr saxlamışdı. Bəli. Kara döyüşündə qələbə qazanmışdı. Bu Kara döyüşünün Albaniya dövlətinə aidiyyatı yoxdur. Cavabımız olur Y bəndi. Qədim Albaniya və qədim Misir dövlətlərinə aid ümumi cəhət. Yunan qoşunları tərəfindən işğal edilmişdir. Albaniyanı Yunanlar işğal etməyib. Makedoniya imperiyasının satraplığı olmuşdur. Xeyr. Çünki bizdən dövlətləri soruşur. Alan tayfalarının hücumuna məruz qalmışdır. Qədim Misir Alan tayfaları hücum etməyib. Romalıların hərbi yürüşünə məruz qalmışdır. Bəli, qədim Misirdə, qədim Albaniyada Romalıların hərbi yürüşünə məruz qalıb. Deməli, Misrə eramızdan əvvəl 31-ci ildə yürüş etmişdi.
Romalılar. Qədim Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhət. Əhalinin əsasən tək tanrıya etiqad etməsi. Albaniya əhalisi əsasən çox tanrılıqçı idi. Azərbaycanın cənubunda yaranmaları Albaniya Azərbaycanın şimalında yaranıb. Təsərrüfatın bütün sahələrində qul əməyindən geniş istifadə edilməsi xeyr, geniş istifadə edilməyib. Yunan mədəniyyətinin təsirinə məruz qalmaları. Bəli, deyirik ki, həm Albaniya, həm də Atropatena Yunan mədəniyyətinin təsirinə məruz qalıb. Vahid dövlətlə birləşdirmək isə heç birinə aid deyil, təbii ki. Qədim Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhət. Şəhər dövlətlər halında idarə edilməsi xeyr. Midiya dövləti ilə ticarət əlaqələri heç birinə aid deyil. Roma hücumlarına qarşı mübarizə aparılması, bəli, hər iki dövlətə deyirik ki, Romalılar yürüş ediblər. Eramızdan əvvəl 4-cü əsrin sonları, 3-cü əsrin əvvəllərində İberiya ilə Xəzər dənizi arasında yaranmış qədim Azərbaycan dövlətinin paytaxtı. Baxın, Albaniya dövlətindən söhbət gedir. Albaniya dövlətinin paytaxtı isə Qəbələ şəhəri olub. Bu xəritədə 5 yazılan hissəyə uyğun gəlir. 3 yazılan hissə təxminən Bakı civarıdır. Digər ərazilər isə ümumiyyətlə Cənubi Azərbaycan ərazisidir. Məsəl üçün bir Qazaka şəhəridir və s. Deməli, cavabımız olur C bəndi. Eramızdan əvvəl 4-cü əsrin sonu, 3-cü əsrin əvvəllərində Albaniya dövlətinin paytaxtı olmuşdur Qəbələ şəhəri. Bu da bir yazılan əraziyə uyğun gəlir. Cavabımız olur Y bəndi. Qədim İskit və Alban tayfalarına aid ümumi cəhət. Eramızdan əvvəl 1-ci minillikdə dövlət qurmuşlar. Bəli, İskit tayfaları eramızdan əvvəl 7-ci əsrdə, Alban tayfaları isə eramızdan əvvəl 4-cü əsrdə dövlət yaratmışlar. Hər ikisi eramızdan əvvəl 1-ci minilliyə təsadüf edib. Deməli, cavabımız olur elə A bəndi. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsrin 60-cı illər tarixinə aiddir. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində olub Romalıların yürüşü, Pompeyin yürüşü və Kür və Qanıq döyüşləri. Makedoniya İskəndərin adından pulların kəsilməyə başlanması bu eramızdan əvvəl 3-cü yüzillikdir. Antoniya qarşı mübarizə aparılması, bu Antoni deyildi, dedi ki, Pompey yürüş edib. Alan tayfaları eradan əvvəl yoxdur. Pompeyin başçılığı ilə Roma qoşunlarının yürüşünə məruz qalması cavabımız olur D bəndi. Əhəməni hücumu isə belə bir şey yoxdur Albaniya dövlətində. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsrin 60-cı illər tarixinə aiddir. Yenə eyni sual. 2-ci Sarqonun bura aidiyyəti yoxdur. Alban döyüşçülərinin Qavqamela döyüşündə iştirakı. Qavqamela döyüşü heç bu vaxt deyil. Heç dövlətə də aid deyil. Paytaxt şəhərinin Qazaka xeyr, Qəbələ şəhəri idi. Oroys tərəfindən idarə edilməsi, bəli, həmin vaxtı padişah deyirik Oroys idi. Padişahın qardaşı isə Kozis. Qədim Albaniya dövlətinə aiddir. İskit şahlığı ilə sıx dostluq münasibətlərinin yaranması xeyr. Albaniya dövləti mövcud olanda İskit şahlığı artıq süquta uğramışdı. Eramızdan əvvəl 53-cü ildə Romaya qarşı Urartu ilə ittifaqı görməsi belə bir şey yoxdur tarixdə. İkinci Sarqonla müttəfiq olması bu Albanlara aid ola bilməz. Qul əməyindən kənd təsərrüfatı, sənətkarlığın bəzi sahələrində istifadə edilməsi bəli. Deyir ki, Albaniya quldar dövlətdir və orada qul əməyindən istifadə edilib. Atəşpərəstlik isə Qəbələ şəhərində yox, baş məbədi Qazaka şəhərində idi, Atropatena dövlətində. Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsinin əhəmiyyəti. Azərbaycan üçün Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsinin əhəmiyyəti bizim müstəqil dövlətçilik ənənələrimizin bərpa olmasıdır. Gəlin görək hansı variantda tapacaq onu. Assuriya xeyr, xalqın təşəkkül başa çatması deyil. Təşəkkülün prosesinin başa çatması deyirsə bu olmayacaq. Azərbaycanda müstəqil dövlətçiliyin bərpa edilməsi bəli. Müstəqil dövlətçiliyimiz bərpa edilir. Vahid dilin yaradılmasına başa çatması ola bilməz. Mannanın bura aidiyyatı yoxdur. Qədim Albaniya dövləti ilə eyni dövrdə mövcud olmuş dövlətlər. Roma dövləti, digər ikisini biz tapmalıyıq. Biri deməli Selevkilər dövlətidir ki, eyni dövrdə mövcud olub. Biri 1-dir deməli cavablarımızdan. Digəri isə ya 3 ya 5 olacaq. Parfiya dövləti də Albaniya dövləti ilə eyni vaxtda mövcud olub. Deməli cavabımız olur 1-3. Əhəməni dövləti isə Albaniya dövləti yaranmamışdan əvvəl, eramızdan əvvəl 330-cu ildə süqut etmişdi. Roma sərkərdəsi Pompeyin Xəzər sahillərinə yürüşü dayandırmasının səbəbi. Baxın, dərs izahında biz bunu ətraflı şəkildə izah etmişdik. Roma şəhərinin Hunlar tərəfindən tutulması xeyr, imperiyanın sərhədlərinin müdafiə olunma ehtiyacı xeyr, Romada vətəndaş müharibəsinin başlanması belə bir şey bu dövrdə yoxdur. Alban hökmdarı Kozislə sülh müqaviləsi imzalaması xeyr, heç Kozis Alban hökmdarı olmayıb. Albanların güclü müqavimət göstərməsi bəli. Deyir ki, partizan müharibəsindən istifadə edir Albanlar. Eramızın 1-ci əsrinə aiddir. 3-cü Antioxun Atropatenaya yürüşü bu eramızdan əvvəl 3-cü əsrdir. Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüşü bu eramızdan əvvəl 1-ci əsrdir. Bizdən baxın eramızın 1-ci əsrini soruşur.
Alanların Albaniyaya yürüşü, bəli. 1-ci, 3-cü əsrlərdə alanların yürüşü olub. Ən böyük yürüşlər isə 72-74-cü illərdə baş verib. Qədim Alban və Sak tayfalarına aid ümumi cəhət. Midiya və Babilə qarşı mübarizədə Assuriya dövləti, xeyr, Albanlar yoxdur burada. Mannan ərazisində məskunlaşmışlar, xeyr. İskit dövlətinin əsasını qoymuşlar, xeyr, Alban tayfaları yoxdur. Qavqamela döyüşündə Əhəməni ordusunun tərkibində vuruşmuşlar, bəli, hər iki tayfa Əhəməni ordusunun tərkibində vuruşub. Sadəcə olaraq bu nə qədim Alban dövlətinə, nə də Sakların İskit şahlığına aid deyil. Amma tayfa olaraq bunlara aiddirlər. Urmiya görə ətrafında məskən salmaları isə Alban tayfalarına aid ola bilməz, Sak tayfalarına qismən aid edilə bilər. 72-74-cü illərdə Alan tayfalarının Albaniyaya yürüşündə məqsəd. Onların deyildiyi məqsədi işğalçılıq deyildi. Biz bunu Albaniya dərsinin izahında, eyni zamanda Atropatenanın test izahında da bildirmişdik ki, onlar qarətçi, qənimət əldə etməklə məqsədi ilə yürüş edirdilər. Bu isə bizim B bəndində yazılıb. Digər variantların hamısını bir-bir yoxlaya bilərsiniz özünüzdə. Bunlar olmayacaq. Aha. Eramızdan əvvəl 65-ci ildə Romalıların Albanlar üzərində süvariləri az olduğu üçün Albanların döyüşə gecikməsi, xeyr. Bu söhbət qanıq döyüşündən gedir burada. Romalıların atlı qüvvələrinin çoxluq təşkil etməsi, xeyr. Roma sərkərdəsi Pompeyin hərbi hilə döyüşdə deyirik. Pompey hərbi hilə işlədərək qalib gəlir. Baxın, bu ifadəyə diqqət edin. Hərbi hilənin işlədilməsi bizə gələcəkdə qarşımıza çıxacaq bəzi yerlərdə. Məsələn, nə deyə bilərik? 1225-ci ildə Cəlaləddinin yürüşü zamanı Təbriz şəhəri hilə yolu ilə ələ keçirilmişdi. Baxın, oxşarlıq kimi düşə bilər. Cəlaləddin və Pompeyin oxşarlıq xüsusiyyəti, oxşar cəhəti və s. Bu formada oxşarlıq kimi düşə bilər. Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar hadisə. Əhəməni dövləti ilə eyni vaxtda yaranması, xeyr. Əhəmənilər eramızdan əvvəl 550-ci ildə yaranmışdı. Ərəb işğalları zamanı yaranması, xeyr. Selevkilər dövlətindən asılı vəziyyətdə olmaları Albaniya Selevkilərdən asılı vəziyyətdə olmayıb. Roma sərkərdəsi Anton tərəfindən asılı vəziyyətdə salınmaları, xeyr. Eramızdan əvvəl 1-ci əsrdə yadelli yürüşünə məruz qalmaları, bəli. Eramızdan əvvəl 1-ci əsrdə Romalılar həm Atropatenaya, həm də Albaniyaya yürüşlər ediblər. Roma sərkərdəsi Pompey Hindistandan Qaradəniz sahillərinə gedən ticarət yollarını ələ keçirmək məqsədi ilə o Albaniyaya hücum edir. Onun Albaniyaya hücum etməkdə məqsədi məhz Hindistandan Qaradəniz sahillərinə gedən ticarət yollarını ələ keçirmək idi. Cavabımız olur Y bəndi. Uyğunluq pozulmuşdur. Albaniya dövlətində hakimiyyət yerli hökmdarların əlində idi. Eramızdan əvvəl 1-ci əsrdə bu düzgün fikirdir. Biz uyğunluğun pozulduğu variantı tapmalıyıq. Manna dövlətinin əsası qoyulmuşdur eramızdan əvvəl 9-cu əsrdə. Düzgündür. Albaniya dövləti Makedon İskəndərin hərbi yürüşünə məruz qalmışdır eramızdan əvvəl 4-cü əsrdə. Xeyr, Makedon İskəndər yürüş edən zaman Albaniya dövləti hələ mövcud deyildi. Makedon İskəndərin imperiyası parçalanan zaman Albaniya dövləti yaranır. Deməli, cavabımız olur C bəndi. Digər variantları da yoxlaya bilərsiniz. Onlar cavabımıza uyğun gəlməyəcək. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. Qoşunlarının Roma sərkərdəsi Kanit tərəfindən məğlub edilməsi. Bu aiddir. Eramızdan əvvəl 3-cü əsrdən İskəndərin pullarına oxşar pulların kəsilməsi. Doğrudur. Hökmdar Oroyusun Pompey ilə məktublaşması. Olub. Alan tayfalarının hərbi yürüşlərinə məruz qalması. Olub. Magneziya döyüşünün baş verməsi isə qədim Albaniya tarixinə aid deyil. Bu Selevkilərlə Romalılar arasında olan bir döyüşdür. Qədim Albaniyanın 2-ci əsr tarixinə aiddir. Kür sahilində Pompeyin ordusunun məğlub etməsi. Təbii ki, 2-ci əsrdə belə bir şey yoxdur. Bizdən özü 2-ci əsr soruşur. Eradan əvvəl 2-ci əsrdə soruşmur. Diqqətli olaq. Roma İmperatoru Adrian ilə dostluq münasibətlərinin saxlanılması, bəli. 2-ci əsrdə deyirik ki, Albanlar Roma İmperatoru Adrian ilə dostluq münasibətləri saxlayırdılar. Albaniya dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Baxın, belə bir sual düşəndə bəzən abituriyentlər çaşırlar. Təbii ki, limit sertifikasiyaya hazırlaşanlar daha peşəkardılar. Abituriyentlərin bəziləri burada çaşır. Niyə? Baxırlar ki, Albaniya dövlətini soruşur. Albaniya dövlətinə aid bir şey fikirləşirlər. Axtarırlar ki, görək nə ola bilər. Bizdən Albaniya dövlətini soruşmur. Deyir ki, Albaniya dövləti mövcud olduğu zaman baş vermiş bir hadisə tapmalıyıq. Yəni, eramızdan əvvəl 4-cü əsrdən 705-ci ilə qədər Albaniya dövlətinin mövcud olduğu illər ərzində baş vermiş hər hansısa bir hadisə. Midiya dövlətinin süqut etməsi eramızdan əvvəl 550-də, bunda Albaniya dövləti yox idi. Qədim Romada ilk dəfə respublika quruluşunun yaranması bu eramızdan əvvəl 509-cu ildir. Bunda da Albaniya dövləti yox idi. Pun müharibəsinin başlanması, bəli, bu
deməli, Albaniya dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Deməli, cavabımız olur C bəndi. Salamin vuruşması aid ola bilməz, İskiç şahlığının süqut etməsi aid ola bilməz. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. Yunan-Əhəməni müharibələrində Əhəmənilərə kömək etməsi. Qədim Albaniyada mövcud olan vaxtı Yunan-Əhəməni müharibəsi deməli baş verməyib. Yunan-Əhəməni müharibəsi 500-cü ildən, eramızdan əvvəl 500-cü ildən eramızdan əvvəl 449-cu ilə qədər davam edib. Deməli cavabımız da olacaq elə A bəndi, çünki bizdən aid olmayan bir faktı soruşur. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. Ərazisində Kasplər yaşayırdı. İndiki Ermənistan torpaqlarının ölkə ərazisinə daxil olması, bəli. Təsərrüfat sahələrində çalışanların çoxunun azad adamlar olması. Bəli, deyirik ki, bizdə qullar geniş yayılmamışdı. Əksəriyyət azad adamlar idi. Makedoniya İskəndərin hərbi yürüşünə məruz qalması qədim Albaniya dövlətinin tarixinə aid deyil. Yenə deyirəm, Makedoniya İskəndərin imperiyası dağılandan sonra Albaniya dövləti yaranıb. Azərbaycan şimalında yaranması aid. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. 3-cü Daranın ordusunun tərkibində Makedoniya İskəndərə qarşı müharibədə iştirak edilməsi. Baxın, dövləti soruşursa, 3-cü Daranın ordusunun tərkibində Makedoniya İskəndərə qarşı Albaniya dövləti iştirak eləməyib. Alban tayfaları iştirak elədiyinə görə cavabımız olur elə A bəndi. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. Yenə dövlətin tarixini soruşur. Qavqamel döyüşündə iştirak edilməsi, bunda hələ dövlət yaranmamışdı. Yenə cavabımız olur A bəndi. Uyğunluq gözlənilmişdir. İkinci Sargon eramızdan əvvəl 650-ci ildə hərbi yürüş təşkil etmişdir Mannaya. Xeyr, bu Aşurbanipalın yürüşüdür. Albaniyanın əsasını təşkil edirdi Zama vilayəti. Xeyr, bu Manna dövlətinə aiddir. Roma qoşunları ilə mübarizə aparılmışdır Alban hökmdarı Oroys. Bəli, Pompeyin yürüşü zamanı Alban hökmdarı Oroys Roma qoşunları ilə mübarizə aparmışdır. Cavabımız olur C bəndi. Uyğunluq gözlənilmişdir. Atropatena hökmdarı Ariobarzan mübarizə aparmışdır Selevki hökmdarı 3-cü Antioxla. Xeyr, bu Artabazan idi 3-cü Antioxla mübarizə aparan. Albaniya padşahı Oroys sülh bağlamışdır Roma sərkərdəsi Pompey ilə. Bəli, deyirik ki, bunlar arasında sülh bağlanır. Cavabımız B bəndi. Alban hökmdarı Oroysun hakimiyyət dövrü üçün xarakterik idi. Yəni eramızdan əvvəl 60-cı illər. Kür döyüşündə hilə ilə qalib gəlməsi. Xeyr, Oroys Kür döyüşündə məğlub olub, həm də hilənin işləndiyi döyüşdə heç qanıq döyüşü idi. Orada da məğlub olub Albanlar. 1-ci əsrin 60-cı illərində Albaniyada hakimiyyətdə olması xeyr. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri yazsaydı bu variant düz olardı. Roma sərkərdəsi Pompey ilə sazişin imzalanması bəli. Oroys Pompey ilə saziş imzalayıb. Uyğunluq gözlənilmişdir. Albanlar Romalılarla mübarizə aparmışdır. Eramızdan əvvəl 1-ci əsrin 30-cu illərində bəli deyirik ki, Romalıların şərqə yürüşü zamanı eramızdan əvvəl 30-cu illərdə Albanlar Romalılarla mübarizə aparmışdır. Albaniya dövlətinə aid səciyyəvi xüsusiyyət. Əvvəlcə Atropatena, sonra Sasanilər dövlətinin tərkibinə daxil edilmişdir. Xeyr. Azərbaycanın cənubunda yaranmış. Xeyr. Azərbaycanın cənubunda yaranmayıb. Azərbaycanın şimalında yaranıb Albaniya. Quldurluq dövründə yaranmış feodal dövlət kimi sübut etmişdir. Bəli, deyirik ki, Albaniya dövlətinin özünə məxsus xüsusiyyəti odur ki, o quldurluq dövründə yaranmışdı və 705-ci ildə feodal dövlət kimi sübut etmişdir. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qədim Atropatena, qədim Albaniya və oxşar cəhətləri. Eramızdan əvvəl 1-ci əsrdə xarici hərbi müdaxiləyə məruz qalması bu hər ikisinə aid bir xüsusiyyətdir. Deməli, A bəndini biz 3-ə aid eləyəcəyik. 3-də A olmayan variantları biz deməli çıxa bilərik buradan. D bəndin, Y bəndin və A bəndin buradan çıxdıq. Əlimizdə qalır 2 dənə variant. Baxın, bu cür testləri işləmək əslində çox cəld baş verir. 3 dənə variantımız getdi, əlimizdə 2 dənə variant qaldı. B bəndinə baxaq, əhalinin Yunan yazısı ilə tanış olması bu da oxşar xüsusiyyətdir. Həm Atropatenada, həm Albaniyada Yunan yazısı mövcud idi. Atropatenada deyirik Kerifto abidəsində bunu biz görürük. Qədim Albaniyada isə Şəkinin böyük Dəhnə kəndində tapılmış Yunan dilindəki kitabədə görürük. Neçənci əsrdə tapıldığını isə siz yadınıza salın. Deməli, bu da üçüncüyə, yəni ortağa aid olacaq. Deməli, 3-də A və B variantlarını saxlamalıyıq. Cavabımız qalır avtomatik C bəndi. Digər variantları da yoxlaya bilərsiniz. Uyğunluğu müəyyən edin. Albaniya dövləti eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri, eramızdan əvvəl 1-ci əsrin 30-cu illəri. Gəlin baxaq. Roma qoşunlarının hücumuna məruz qalmışdır. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində bu hadisə baş verib. Deməli, 1-də A olan variantları saxlayırıq. Qalanların çıxırıq.
Padişah Kozisin hakimiyyətdə olması, Kozis padişah deyildi ümumiyyətlə. Kozis padişahın qardaşı idi. Ona görə də B bəndi olan variantlarımız səhvdir. Deməli 1-də B bəndi olanlarda çıxırıq. Avtomatik əlimizdə cavab qalır Y bəndi. Digərlərinə baxıb vaxt itirməyə ehtiyac da yoxdur. Əgər imtahanda vaxt probleminiz varsa, əgər vaxt ayıra bilirsinizsə, mənim sizə məsləhətim ondan ibarətdir ki, mütləq yoxlayın. Ola bilər ki, nədəsə səhv edirsiniz. O döyüşdən qorxun ki, orada qalib gələcəyinizi düşünürsünüz. Ümumiyyətlə, baxın, yoxlayın. Bəlkə elə elementar bir səhv edirsiniz. Baxaq, Roma ilə sazişin imzalanması baş verib. Deməli, 1 AC-ni düz tapmışam. 2-də eramızdan əvvəl 1-ci əsrin 30-cu illəri C bəndini götürmüşəm. Roma ilə mübarizədə məğlub olması, bəli, bu da olub. Deməli, mən variantı düz tapmışam. Bu formada özünüzü yoxlamalısınız imtahanlarda. Məntiqi ardıcıllığı tamamlayın. Parfiya Atropatena dövlətinin müstəqilliyinə son qoydu. Cənubdan Albaniyaya Parfiya təhlükəsi artdı. Belə bir şəraitdə Albaniya Roma ilə əlaqələri gücləndirir. Parfiyanın işğalının altına düşməsin deyə. Albaniyanı Parfiya canişinlər etməyə başladı. Xeyr, Albaniya hökmdarı Roma ilə əlaqələri gücləndirdi. Bəli, cavabımız olur B bəndi. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Albaniya dövləti yarandı. Azərbaycanın şimalında ilk şəhərlər meydana gəldi. Xeyr, Azərbaycanın şimalında şəhərlər yaranmışdı onsuz da. Hadisə, kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədi. Albaniyada yerli pullar kəsildi. Bəli, 3-cü əsrdən etibarən Albaniyada buna görə yerli pullar kəsilir. Eramızdan əvvəl 3-cü əsrdən etibarən. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Hadisə, Kanedi Alban hökmdarı Zoberi məğlub etdi. Nəticə, Albaniyada yerli hökmdarların hakimiyyəti başa çatdı. Xeyr, Albaniyada yerli hökmdarların hakimiyyəti başa çatmır. Hadisə, Roma və Alban qoşunlarının arasında Qanıq çayı sahilində döyüş baş verdi. Alban hökmdarı Kozis yenə çaşdırmaq istəyir bizi. Kozis hökmdar deyildi. C bəndinə baxaq. Hadisə, Antoni şərq ölkələrinə yürüş etdi. Nəticədə Roma və Parfiya qoşunları arasında ilk döyüş baş verdi. Xeyr, bundan əvvəl də bu dövlətlər arasında döyüş baş vermişdi. Hadisə, Makedon imperiyası parçalandı. Nəticədə Azərbaycanın şimalında ilk quldar dövlət yarandı. Bunu biz deməli düzgün cavab kimi qəbul edirik. Azərbaycanın şimalındakı ilk quldar dövlət məhz Albaniya dövlətidir. Makedon imperiyasının parçalanması nəticəsində yaranıb. Nəyə görə fikirləşdim? Çünki kitabda yazılıb ki, Albaniya dövləti İskit şahlığının davamıdır. Düzdür, İskit şahlığı Azərbaycanın şimalında yaranmamışdı. Amma Azərbaycanın şimalını da əhatə eləyirdi. Ona görə bir qədər fikirləşdim, amma nəticə etibarı ilə Azərbaycanın şimalında yaranan ilk quldar dövlət məhz Albaniya dövlətidir. Kür çayları arasındakı ərazilər İskit şahlığının tərkibinə keçdi. Nəticədə Albanlar ilk dəfə yazı ilə tanış olduq. Xeyr. Uyğunluğu müəyyən edin. Albaniya dövlətinin siyasi tədbirləri, iqtisadi tədbirləri. Roma imperiyası ilə dostluq əlaqələrinin qurulması bu siyasi tədbirdir. Dövlətin davamlılığını qorumaq üçün Roma imperiyası ilə dostluq əlaqələri qurulur. Deməli, bir də A bəndi olacaq. Təsərrüfatda qul əməyindən istifadə edilməsi bu siyasi tədbir deyil. Təsərrüfatda qul əməyindən istifadə edilirsə, bu iqtisadiyyatla bağlı bir şey ola bilər. Deməli, bir də B variantı ola bilməz. Çünki bu iqtisadi bir səbəb deyil. Parfiyanın işğalına qarşı mübarizə aparılması, bəli. Bu da siyasi səbəbdir. Deməli, bir də A, C cavabımız olur B bəndi. İqtisadi tədbirlərdə isə yerli pulların kəsilməsini biz göstərə bilərik. Şimali Qafqaz və Don çayı sahillərindən Alan tayfalarının Dərbənd və Dəryal keçisindən keçərək Albaniya və Atropatenaya qarətçi yürüşləri baş verirdi. Alanların Albaniya və Atropatenaya ən güclü yürüşlərindən biri 72-74-cü illərdə baş vermişdi. Bəhs olunan bu yürüşün nəticəsində Alanlar, gəlin baxaq, Atropatena və Albaniya dövlətlərinin müstəqilliyinə son qoydular. Xeyr, onlar qarətçi yürüş edirdilər. Parfiya canişinin qüvvələrini məğlub edib Atropatenanı qarət etdilər. Bəli, onlar Parfiya canişinin qüvvələrini məğlub edib Atropatenanı qarət edirlər. Cavabımız olur B bəndi. Uyğunluğu müəyyən edin. Qədim Atropatena və Albaniya dövlətləri, fərqli cəhətləri, oxşar cəhətləri. Romalıların hücumuna məruz qalmaları bu fərqli cəhət hesab edilə bilməz. Bu hər ikisinə edilib. Deməli, birdə A olan variantları biz çıxırıq. Bu ola bilməz.
Ay məbədinin baş kahininin padişahdan sonra ən hörmətli şəxs hesab olunması bu Albaniyaya aiddir. Atropatenaya aid deyil. Deməli, fərqli xüsusiyyətdir. Bir də B olacaq. Onsuz da bütün variantlarımızda bir də B var idi. Tikintidə kirəmitlərdən istifadə edilməsi bu hər iki dövlətə aid bir xüsusiyyətdir. Fərqli cəhət deyil. Ona görə də C olan variantlarda çıxırıq. Əlimizdə qalır B bəndi. Bunların tayfalarının ölkə ərazisində məskunlaşmasıdır. Daha əvvəl olmuşdur. Gəlin baxaq, illərə baxaq və görək hansı daha əvvəl olub. Maqneziya döyüşünün 190. Roma sərkərdəsi Pompeyin Albaniyaya hərbi yürüşlərinin başlaması bu eramızdan əvvəl 1-ci əsrin 60-cı illəridir. Roma sərkərdəsi Antoninin Atropatenaya hərbi yürüşü bu eramızdan əvvəl 1-ci əsrin 30-cu illəridir. Azərbaycan ərazisində İskit şahlığının əsasının qoyulması eramızdan əvvəl 7-ci əsrdir. Roma sərkərdəsi Kanidinin Albaniyaya yürüşü bu da eramızdan əvvəl 1-ci əsrin 30-cu illərində baş verib. Deməli, burada ən əvvəl olan proses D bəndində yazıldığı kimi İskit şahlığının yaranmasıdır. Yenə eyni sual daha əvvəl olmuşdur. Roma sərkərdəsi Pompeyin Albaniyaya hərbi yürüşlərinin başlaması, dediyimiz kimi eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri. Azərbaycan ərazisindəki İskit şahlığının süquta uğraması bu eramızdan əvvəl 590-cı ildə baş verib. Roma sərkərdəsi Antoninin Atropatenaya hərbi yürüş etməsi bu eramızdan əvvəl 1-ci əsrin 30-cu illərində olub. Albaniyada Makedoniya İskəndərin pullarına oxşar pulların kəsilməsi. Bu kəsilməyə başlaması nəzərdə tutulursa eramızdan əvvəl 3-cü əsrdədir. Alanların Albaniyaya yürüşlərinin başlaması 1-ci əsrdədir. Deməli, burada da ən qədim variantımız daha əvvəl olan proses olur B bəndi. Uyğunluğu müəyyən edin. Atropatena dövləti, Albaniya dövləti. Varyaksın üsyanının yatırılması zamanı Atropatena dövləti hələ mövcud deyildi. Deməli, 1-də A olan variantları biz çıxırıq. 1A-nı çıxırıqsa cavabımız qalır C bəndi. Bu qədər sadə. Yenə Atropatena, Albaniya. Yenə də dövlətlərdən gedir söhbət. Bax, burada yazmayıb Atropatena dövləti, amma burada yazıb. Qədim Azərbaycan dövlətləri sözünü yazıb. Romalıların hücumuna məruz qalması. Atropatena, bəli, hücuma məruz qalıb. 1-də A olmayan variantları çıxırıq. Padişahdan sonra ən nüfuzlu şəxsin ay məbədinin kahini sayılması bu Albaniyaya aiddir. Deməli, 1-də B olan variantları da biz çıxırıq. Cavabımız qalır Y bəndi. Yoxlaya bilərsiniz. Qədim Albaniya dövlətində təsərrüfatla və sənətkarlıqla məşğul olan insanların əksəriyyəti azad idi. Bəli, deyirik. Bunun onsuz da qul əməyindən hökmdarın və yuxarı təbəqələrin təsərrüfatında istifadə edilmişdir. Verilən hər iki cəhət göstərir. Albaniyanın quldarlıq quruluşunu keçmədən feodalizmə keçdiyini xeyir. Deyirik, Albaniyada quldarlıq quruluşu olub. Qul əməyindən istifadə edilib, amma geniş formada istifadə edilməyib. Kənd təsərrüfatı və sənətkarlığın zəif inkişaf etməsi xeyir, zəif inkişaf etməmişdir. Albaniyada quldarlığın qədim şərq ölkələrindəki kimi yüksək səviyyəyə çatmasını xeyir, deyirik ki, yüksək səviyyəyə çatmayıb quldarlıq. Qərbi Avropadan fərqli olaraq burada feodal cəmiyyətinin əsaslarının daha gec yaranmasını xeyir. Əslində verilənlərə görə deyilməsə belə daha gec yaranmayıb Albaniyada. Burada qul əməyindən qədim şərqin quldar dövlətlərindəki qədər geniş istifadə olunmamasını, bəli, geniş istifadə olunmurdu. Albanlarla sülh bağlayan Pompey İberiya istiqamətinə hərəkət etdi. Albaniya hökmdarı qüvvələrini yenidən cəmləşdirdi. Onlar Pompeyin ordusunun arxasınca irəliləyərək Kür çayının qollarından olan Qanaq çayının sahilində mövqe tutdular. Vəziyyətin təhlükəli olduğunu görən Pompey yenidən Alban ordusuna doğru yürüş etdi. Mətndə fəaliyyətindən bəhs edilən Alban hökmdarının, yəni söhbət Oroyusdan gedir, Atropatena hökmdarı Artabazla ümumi cəhətini müəyyən edin. Roma qoşunlarına qarşı mübarizə aparılması, bəli. Artabaz Fraspa döyüşündə Romalara qarşı mübarizə aparıb, Oroyus isə Kür və Qanıq döyüşlərində mübarizə aparıb. Deməli, cavabımız olur A bəndi. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Oroyus, Artabazdır. Xarici hərbi müdaxiləçilərə qarşı mübarizə aparması. Hər ikisi Romalara qarşı mübarizə aparırsa, bu ortaq xüsusiyyət hesab edilir. Deməli, 3-də A olan variantları biz saxlayırıq, qalan variantları çıxdıq. 1-ci əsrin 60-cı illərində hakimiyyətdə olması. Oroyus 1-ci əsrin 60-cı illərində hakimiyyətdə olub desəz, bu sizin üçün səhv olacaq. Nəyə görə? Çünki burada eradan əvvəl sözü yazılmayıb. Baxın, test bu formada sizi çaşdırmağa çalışacaq. Çalışın ki, bu formada çaşmayasınız. Deməli, biz bunu heç birinə aid edə bilmərik. Çünki eradan əvvəl sözü yazılmayıb.
Deməli, B olan variantları biz çıxırıq. B bəndi getdi, C bəndi getdi, D bəndi getdi. Avtomatik cavabımız əlimizdə qalır. Y bəndi. Yox deyə bilərsiniz. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ölkənin xarici hərbi müdaxiləyə məruz qalması, həm Oroysun dövründə Pompey yürüş eləmişdi, Artabazanın dövründə 3-cü Antiox yürüş eləmişdi. Deməli, hərbi müdaxilə olub. 3-ə A variantı olacaq. Deməli, A olmayan variantları biz buradan çıxdıq. Bir dənə variantımız var idi belə. Roma sərkərdəsi Pompey ilə saziş imzalamaq bu Oroysa aiddir. Deməli, bir də B variantı olmalıdır ki, hamısında onsuz da var idi. Kür çay sahilindəki döyüşdə iştirak etməsi bu Oroysa aiddir. Kür çay sahilindəki döyüşdə Oroys iştirak edib. Deməli, bir də C variantı da olmalıdır. Deməli, D bəndi də bizim əlimizdən çıxdı. Selevkilərdən asılılığın qəbul edilməsi bu Artabazana aid bir xüsusiyyətdir. Artabazan selevkilərdən asılılığı qəbul edib. Deməli, 2-də bizdə D bəndi olmalıdır ki, hər ikisində onsuz da, hamısında onsuz da var. Roma imperiyası ilə dostluq əlaqələrinin saxlanılması. Bunların heç birinin dövründə Roma imperiya deyildi. Deməli, biz Y bəndini də heç bir yerə aid eləyə bilmərik. Avtomatik Y bəndi də əlimizdən çıxır. A bəndi də əlimizdən çıxır. Cavabımız qalır C bəndi. 1BC, 2D, 3A. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Artabaz, Oroys, Kozis. Baxın, 1-də Artabazda aid olan xüsusiyyətləri götürməliyik. 2-də Oroysa aid, 3-də Kozisə aid, 4-də Oroys və Kozisə aid xüsusiyyətləri, 5-də isə bunların hər üçünə aid xüsusiyyətləri biz tapmalıyıq. Eramızdan əvvəl 1-ci əsrin 30-cu illərində hakimiyyətdə olmuşdu. Bu Artabazda aid xüsusiyyətdir. Deməli, biz 1-də A variantını götürəcəyik. Gəlin. Testin üzərində işləyək. 2 variantımız getdi. Əlimizdə 3 dənə variant qaldı. Romanın işğalçılıq siyasətinə qarşı mübarizə aparması bu hər üçünün ortaq xüsusiyyətidir. Deməli, 5-də B bəndi olmalıdır. 5-də B bəndi olan əlimizdə sadəcə D bəndi. Buradakı D bəndi qalıb. Avtomatik cavabımız çıxır bizim D bəndi olaraq. Digərlərini də özünüz yoxlaya bilərsiniz. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Artabaz, Oroys, Zober. Yenə də oxşar bir test tapşırığıdır. Albaniya dövlətinin hökmdarı olmuşdur. Bu, Oroys və Zoberin oxşar xüsusiyyətidir. Deməli, bu 4-ə aid olmalıdır. 4-də A bəndi olan variantları saxlayırıq. Qalanların çıxanda avtomatik bizim əlimizdə cavab qalır D bəndi. Baxın, bir dənə cavaba baxmaqla biz testi həll etmiş olduq. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Manna, Atropatena, Albaniya. 4-də bizə Atropatena və Albaniyanın oxşar xüsusiyyətini soruşur. Romalıların hücumuna məruz qalmışdı. Manna dövlətinə Romalılar hücum etməyib. Atropatena və Albaniyaya edib. Deməli, 4A olmalıdır. 4A olan variantları saxlayıb digərlərini çıxdıqda əlimizdə 2 dənə variant qalır. İskil şahlığı ilə ittifaq qurmuşdu. Söhbət Manna dövlətindən gedir burada, təbii ki. Deməli, 1-də B olmalıdır. Avtomatik D bəndi də çıxır. Cavabımız qalır A bəndi. 59-cu sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Yenə Manna, Atropatena və Albaniya. Assuriyanın hücumuna məruz qalmışdı. Bu Manna dövlətinə aiddir. Deməli, 1-də bizdə A variantı olmalıdır. Bunları çıxdıq. Roma İmperatoru Adrianla dostluq münasibətlərinin mövcud olması bu Albaniya dövlətinə aiddir. Deməli, 3-də B olmalıdır. 3-də B olmayan variantları çıxanda cavabımız qalır A bəndi. Hansı dövlətə aid xüsusiyyət verilməmişdir? 3-cü əsrin ortalarına qədər Roma imperiyası ilə siyasi-iqtisadi əlaqələri davam etdirmişdir. Verilməyəni tapmaq üçün biz burada çıxış eləməliyik. 3-cü əsrin ortalarına qədər Roma imperiyası ilə siyasi-iqtisadi əlaqələri davam etdirən dövlət Albaniya dövlətidir. Paytaxtda Zərdüştlük dininin müqəddəs şəhəri olmuşdur. Bu Atropatena dövlətinə aid xüsusiyyətdir. Midiya dövləti tərəfindən süqutu müstəqilliyinə son qoyulmuşdur. Deməli, bu həm Manna dövlətinə aiddir, həm də İskit dövlətinə aiddir. Bizdə xüsusiyyət verilməyən Əhəmənilər dövlətidir ki, bu dövlətə aid hər hansı bir xüsusiyyət burada yox idi. 61. Açıq tipli test tapşırıqlarına gəldik, çatdıq nəhayət ki. Baxaq görə ümumiyyətlə burada neçə test tapşırığı var, baxmamışam ümumiyyətlə. Kifayət qədər var, 86 sualdır.
Davam edək. Qədim Albaniya dövlətinə aiddir. Parfiya dövlətinin süqutundan sonra yaranmışdır. Xeyr. Hakimiyyət Yunan əyanlarının əlində idi. Xeyr. Maksimum İskəndərin imperiyasının parçalanması nəticəsində yaranmışdır. Bəli. Maksimum İskəndərin pullarına oxşar pul kəsilmişdir. Bəli. Fraspa döyüşündə qalib gəlmişdir. Xeyr. Fraspa döyüşü Atropatena dövlətinə aiddir. Qədim Albaniyanın müvafiq olaraq eramızdan əvvəl 3-cü əsr və 1-ci əsr tarixinə aiddir. Baxın, bu tipdə bir sual Atropatena dövlətində də bizim qarşımıza çıxmışdı. Burada bizdən nəyi soruşur? Birinci olaraq eramızdan əvvəl 3-cü əsrə aid bir xüsusiyyət tapmalıyıq. İkinci olaraq eramızdan əvvəl 1-ci əsrə aid xüsusiyyət tapmalıyıq. Yəni ortaq soruşmur bizdən. Soruşur ki, birinci olaraq tapın eramızdan əvvəl 3-cü əsrə aid xüsusiyyət, ikinci olaraq tapın eramızdan əvvəl 1-ci əsrə aid xüsusiyyət. Qavqamela döyüşü heç birinə aid deyil. Makedon İskəndərin pullarına oxşar pulların kəsilməsi bu eramızdan əvvəl 3-cü əsrə aid bir xüsusiyyətdir. Əslində burada kəsilməyə başlanması yazsaydı daha düzgün olardı. Deməli 1-2. Roma sərkərdəsi Kanidinin yürüşü bu eramızdan əvvəl 1-ci əsrdə olub, bu da 3. Alan tayfalarının yürüşü heç birinə aid deyil, Qobustan kitabəsi də heç birinə aid deyil. Qədim Albaniyanın müvafiq olaraq eramızdan əvvəl 1-ci əsr və eramızın 3-cü əsr tarixinə aiddir. Yenə eyni tipdə sual. Qanıq döyüşü eramızdan əvvəl 1-ci əsrə aiddir, eramızdan əvvəl 65-ci ildə baş verib. Fraspa döyüşü Albaniyaya aid deyil, Artabazan Albaniyaya aid deyil. Sasanilər tərəfindən işğal edilməsi 3-cü əsrdə baş verib. Cavabımız olur 1-4. Roma İmperatoru Adrianla dostluq əlaqələrinin qurulması isə 2-ci əsrə aid olacaq. Qədim Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhətlər. Azərbaycanın şimalında yaranmışdır. Xeyr, Atropatena cənubda yaranıb. Əhalisi Yunan mədəniyyəti ilə tanış idi. Bəli, ortaq xüsusiyyətdir bu. Romalıların yürüşünə məruz qalmışdır. Ortaq xüsusiyyətdir. Yunan qoşunlarının yürüşünə məruz qalmışdır. Xeyr. Qədim Albaniya dövlətinə aiddir. Roma imperiyası ilə siyasi, mədəni əlaqələrinin saxlanılması, bəli. Roma imperatoru Pompeyin yürüşünə məruz qalması, Pompey Roma imperatoru deyildi. Memarlıqda kiramiddən istifadə edilməsi, bəli. Makedon İskəndərin pullarına oxşar pulların kəsilməsi, bəli. Eramızdan əvvəl 3-cü əsrdə Selevki hökmdarı 3-cü Antiox qoşununun tərəfindən işğal edilməsi bu Atropatena dövlətidir. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma ordusunun yürüşünə məruz qalmış dövlətlərin paytaxtlarını müəyyən edin. Söhbət burada Atropatena və Albaniya dövlətlərindən gedir ki, Atropatenanın paytaxtı Qəbələ şəhəridir 3. Albaniyanın paytaxtı Qəbələ şəhəridir 3. Çox üzr istəyirəm. Atropatenanın paytaxtı isə Qazaka şəhəridir 2. Deməli Qəbələ və Qazaka 2, 3. Uyğunluğu müəyyən edin. Oroys, Artabazan, Artabast. Qanıq döyüşü. Oroys. Oroys qanıq döyüşündə deməli dövlətin hökmdarı idi. Düz orduya Kozis başçılıq edirdi. Amma Oroys qanıq döyüşündə Albaniyanın hökmdarı idi. Kür döyüşü Oroys Albaniyanın hökmdarı idi. Artabazan qanıq döyüşündə olmayıb, Kara döyüşündə olmayıb. Artabast Fraspa döyüşündə olub. Deməli cavabımız olur 1, 2 və 5. Eramızdan əvvəl 65-ci ildə Romalılarla Albanlar arasında baş vermiş döyüşə aid deyil. Albaniya qoşunlarına padişah Kozisin rəhbərlik etməsi xeyr. Deyirik ki, Kozis padişah deyildi. Qanaq çayı yaxınlığında baş verməsi, bəli. Antonio rəhbərlik etdiyi Roma qoşunlarının qalib gəlməsi xeyr, Pompey rəhbərlik edirdi. Roma qoşunlarının hərbi hilə işlətməsi, bəli deyirik, Pompey burada hərbi hilədən istifadə eləmişdi. Eramızdan əvvəl 66-cı ildə Romalılarla Albanlar arasında baş vermiş döyüşə aid deyil. Padişah Oroysun rəhbərlik etdiyi Alban qoşunlarının qalib gəlməsi. Xeyr, Albanlar qalib gəlməyiblər. Burada bizdə də aid deyili soruşursa, deməli biz bu variantı götürəcəyik. Kür çay sahilində baş verməsi. Bu aid xüsusiyyətdir. Roma qüvvələrinə Pompeyin rəhbərlik etməsi aiddir. Roma qüvvələrinə İberlərin hərbi yardım etməsi xeyr, belə bir şey yoxdur. Deməli cavabımız olur 1-4. Eramızdan əvvəl baş vermiş Kür və Qanıq döyüşlərinə aid ümumi cəhətləri müəyyən edin. Alban qoşunlarına padişah Kozisin rəhbərlik etməsi xeyr, deyirik padişah Oroys idi. Eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısında baş verməsi xeyr, eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında. Eramızdan əvvəl 66 və eramızdan əvvəl 65-ci illərdə baş verib. Albanların Qərbi Roma imperiyasının qoşunlarına məğlub olması, Qərbi Roma imperiyası 395-ci ildən sonra mövcud olmuş bir imperiyadır. 476-cı ilə qədər aid deyil. Pompeyin rəhbərlik etdiyi qoşunların Albanlarla toqquşması, bəli. Romalıların gəlməsi ilə nəticələnməsi, bəli. 4-5.
Qədim Albaniya dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Hökmdarların Ağsaqqallar Şurasından asılı olması xeyr deyir, hökmdar heç kimdən asılı deyildi. Padişahın yanında qanunverici şuranın fəaliyyət göstərməsi. Xeyr, qanunverici şura yoxdur. Deyirik ki, padişah deməli qeyri-məhdud hakimiyyətə malik idi. Qanunverici bir şura falan yox idi burada. Hərbçilərin əhalinin 3-cü təbəqəsinə daxil olması xeyr. Deyirik ki, Albaniya əhalisi 3 təbəqəyə bölünürdü. Birinci təbəqə hökmdar, ikinci təbəqəyə hərbçilər daxil idi. Kənd təsərrüfatının bütün sahələrində qul əməyindən istifadə edilməsi. Bəli, istifadə edilirdi, sadəcə geniş istifadə edilmirdi. Dövlətin qeyri-məhdud hakimiyyətə malik padişah tərəfindən idarə edilməsi. Bəli. 4-5. Qədim Albaniya dövlətinə aid olmayan xüsusiyyətləri müəyyən edin. Kaspi tayfalarının ölkə ərazisində məskunlaşmağa başlaması. Bu, qədim Albaniya dövlətində məskunlaşmağa başlamaq deyirsə xeyr. Çünki biz bilirik ki, Kaspi tayfaları burada qədimdən mövcud olublar. Roma imperatoru Pompey ilə mübarizə, imperator deyildi. Hə, aid olmayan xüsusiyyətlər deyirsə, deməli biri 1-dir, biri 2-dir. Romalılarla sülh bağlanması olub. 1-ci əsrin 2-ci yarısında Yadellilərin yürüşlərinə məruz qalması olub. Məsələn, Alan tayfaları yürüş ediblər. Ordu başçısının əhalinin 1-ci təbəqəsinə daxil olması bu olmayıb. 1-ci təbəqə hökmdar idi. Qədim Albaniya dövlətinə aid olmayan xüsusiyyətləri müəyyən edin. Nas tayfalarının ölkə ərazisində məskunlaşmağa başlaması aid deyil. Aid olmayanları götürürük bizdə. Roma imperatoru Antoninin hərbi yürüşünə məruz qalması. Antonio Roma imperatoru deyildi. Deməli biz bunu da götürürük. Hakimlərin əhalinin 1-ci təbəqəsinə daxil olması xeyr. 1-ci təbəqəyə hökmdar daxil idi deyirik. Buna görə cavabımız 1, 2, 3. 2-ci yarısında Yadellilərin yürüşünə məruz qalması. Bəli, Romalılar yürüş edib. Eramızın 3-cü əsrin əvvəllərində Roma imperiyası ilə siyasi iqtisadi əlaqələr mövcud olması. Bəli, mövcud idi. Cavabımız 1, 2, 3. Cədvəldə hansı hadisələrin yerini dəyişdirsək doğru xronoloji ardıcıllıq alınar. Albaniyada Oroysun hakimiyyətə gəlməsi. Bu, eramızdan əvvəl 1-ci əsrin 60-cı illəridir. Kanedinin Albaniyanı asılı hala salması. Bu, eramızdan əvvəl 36-cı ildir. Roma sərkərdəsi Antoninin Parfiya qoşunlarının üzərinə yürüşə başlaması. Bu da eramızdan əvvəl 36-cı ildir. İndi burada məsələ nədir? Roma sərkərdəsi Antoni Parfiya qoşunları üzərinə yürüşə başlayır. Bundan sonra Kanedi də yürüşə başlayır. Daha doğrusu eyni vaxtda yürüşə başlayırlar. Kanedi Antoninin sərkərdəsidir. Yürüşə başlanılır. Ondan sonra Kanedi gedir Almanları məğlub edir və onları asılı salır. Deməli, məntiqi olaraq biz düşünürük ki, Roma sərkərdəsi birinci yürüşə başlamalıdır. Sonra Kanedi gəlib Albaniyanı asılı hala salmalıdır. Deməli, bizdə 2 ilə 3-ün yerini dəyişdirsək, bizim xronoloji ardıcıllığımız bərpa olmuş olar. Hadisələrin ili eynidir, amma məntiqi ardıcıllıq olaraq biz 2 ilə 3-ün yerini burada dəyişdirməliyik. Cədvəldə hansı hadisələrin yerini dəyişdirsək doğru xronoloji ardıcıllıq alınar. Albaniyada Oroysun hakimiyyətə gəlməsi yenə. Kanedinin Albaniyanı asılı salması. Roma Parfiya qoşunları arasında Kara döyüşünün baş verməsi. Bu eramızdan əvvəl 53-dür. Kanedinin Albaniyanı asılı salması eramızdan əvvəl 36-dır. Deməli biz 2 ilə 3-ün yerini dəyişdirsək, yenə də xronoloji ardıcıllığımız düzgün olacaq. Xronoloji ardıcıllığı müəyyən edin. Antoninin şərqə yürüşü. Bu eramızdan əvvəl 36-cı ildə deməli baş verib. Gəlin buradan yazaq. Bu baş verib deməli eramızdan əvvəl 36-cı ildə. Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüşü. Bu eramızdan əvvəl 66 kimi götürə bilərik bunu. Qavqamela döyüşü eramızdan əvvəl 331 və Xeroneya döyüşü də eramızdan əvvəl 338-ci ildə baş verib. Deməli bizim düzgün ardıcıllığımız olur 4, 3, 2, 1 şəklində. 71-ci sual. Yenə xronoloji ardıcıllıq bizdən tələb edilir. Xronoloji ardıcıllığı müəyyən edin. Azərbaycan ərazisində yaranmış İskit dövlətinin süqutu. Bu eramızdan əvvəl 590-cı ildir. Gəlin yer balaca olduğuna görə həmçinin öz qarşısından yazaq. İran Zulm mərkəzləşdirmə siyasətinə qarşı üsyan baş verməsi. Bu eramızdan əvvəl 719-cu ildə baş verib. Pompeyin başçılığı ilə Roma ordusunun Albaniyaya yürüş etməsi. Bu eramızdan əvvəl 66-cı ildir. Atabatın Kiçik Midiyanın Satrapı təyin edilməsi. Bu eramızdan əvvəl 320
28-ci ildir. Deməli bizim ardıcıllığımız olacaq. Cavabımız olacaq 2, 1, 4, 3 şəklində. 78-ci sual. Roma sərkərdəsi Kanedinin Albaniyaya yürüşü. Bu eramızdan əvvəl 36-cı ildir. Gəlin buradan yazaq. Yer balacaq deyə. Aha. Qavqamela döyüşü. Bu eramızdan əvvəl 331-ci ildə baş vermiş bir döyüşdür. Magneziya döyüşü eramızdan əvvəl 190-cı ildə baş vermişdi. İkinci Sarqonun Mannaya yürüşü. Burada yenə deyirəm, Atropatena testini işləyən zamanda görmüşdük. Bu eramızdan əvvəl 719-da da baş verib, eradan əvvəl 716-da da baş verib. Amma bu sualın cavabını tapmağa onun fərqi olmadığına görə biz istədiyimizi burada götürə bilərik. Gəlin bura yazaq, eramızdan əvvəl 719. Nəticədə bizim ardıcıllığımız yenə dəyişməz olaraq qalacaq. 4, 2, 3, 1 şəklində olacaq cavabımız. Xronoloji ardıcıllığı müəyyən edin. Roma qoşunları ilə Alban qoşunları arasında Kür çay sahilində vuruşmanın baş verməsi eramızdan əvvəl 66-cı ildir. Fraspa şəhəri yaxınlığında Roma sərkərdəsi Antoninin qoşunlarının məğlub edilməsi bu eramızdan əvvəl 36-dır. Atropatenanın Selevkilər dövlətinin asılı vəziyyətə düşməsi eramızdan əvvəl 223-dür. İkinci Sarqonun Mannaya yürüş etməsi eramızdan əvvəl 719-dur. Deməli ardıcıllığımız olur 4, 3, 1, 2 şəklində. Burada yazmağa kifayət qədər yer olmadığı üçün deməli yazmıram. Xronoloji ardıcıllığı müəyyən edin. Romalıların Fraspa şəhəri yaxınlığında məğlub edilməsi eramızdan əvvəl 36. Atropatın kiçik medianı satrapa təyin edilməsi eramızdan əvvəl 328. Albanların Roma sərkərdəsi Pompey ilə sülh müqaviləsi imzalaması eramızdan əvvəl 66. İs döyüşünün baş verməsi eramızdan əvvəl deməli 333-cü ildə. Deməli ardıcıllığımız necə olacaq? 4, 2, sonra 3, sonra 1. 4, 2, 3, 1 şəklində. Xronoloji ardıcıllığı müəyyən edin. Albaniyada Makedoniya İskəndərin pullarına oxşar pulların kəsilməsinə başlanması eramızdan əvvəl 3-cü əsrdir. İranzunun ölkədə canlışınlıq sistemi yaratması, bu İranzunun hakimiyyət illəri eramızdan əvvəl 740-719-dur. Atropatenaya Romalıların hərbi yürüş etməsi, bunu biz götürə bilərik eramızdan əvvəl 1-ci əsr kimi götürək. Aşşerin müstəqil xarici siyasət yürütməsi eramızdan əvvəl deməli 7-ci yüzillikdir. Deməli ardıcıllığımız olacaq 2, 4, 1, 3 şəklində. Uyğunluğu müəyyən edin. Gəlin belə yazaq. Manna dövləti. Kanedinin yürüşü nəticəsində Romalılara məğlub olmuşdur. Xeyr, bu Albaniya dövlətidir. Deməli 3A. Urartunun hücumuna məruz qalmışdır. Bu Manna dövlətinə aid xüsusiyyətdir. Paytaxtı Qazaka şəhəri olmuşdur. Atropatena dövlətinin. Əsası İranzu tərəfindən qoyulmuşdur. Heç biri. Roma sərkərdəsi Pompey ilə sülh müqaviləsi imzalanmışdır. Deməli Albaniyanın 1 B, 2 C, 3 A, Y. 83. Manna, Atropatena, Albaniya yenə eyni məntiq, eyni sual. Paytaxtı Qəbələ şəhəri idi. Bu Albaniya dövlətinə aiddir. Magneziya döyüşündən sonra müstəqilliyini bərpa etmişdir. Atropatena dövləti. Müstəqilliyinə Midiya dövlətindən tərəfindən son qoymuşdur. Bu Manna dövlətidir. Eramızdan əvvəl 1-ci əsrdə Roma qoşunlarını məğlub etmişdir. Bu Atropatena dövlətinə aid xüsusiyyətdir. Hökmdar Aşşerin dövründə süqut etmişdir. Heç birinə aid deyil. İskit şahlığı, Atropatena dövləti, Albaniya dövləti oxşar xüsusiyyət tapmalıyıq. Fraspa döyüşündə qalib gəlməsi bu Atropatena dövlətinə aiddir. Roma sərkərdəsi Pompey ilə sülh bağlanması bu Albaniya dövlətinə aiddir. Əhəmənilər imperiyası ilə müttəfiq olması bu heç bir dövlətə aid ola bilməz. Eramızdan əvvəl 7-ci əsrdə yaranması İskitlərə aid bir xüsusiyyətdir. Eramızdan əvvəl 6-cı əsrin 2-ci yarısında süqut etməsi heç birinə aid ola bilməz. İskitlər eramızdan əvvəl 590-cı ildə, yəni eradan əvvəl 6-cı əsrin 1-ci yarısında süqut etmişdir. Uyğunluğu müəyyən edin. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısı, eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısı, 2-ci əsr. Kür çay sahilində döyüşdə Romalıların qalib gəlməsi. Bu, deməli,
Romaların qalib gəlməsi Kür döyüşü eramızdan əvvəl 66-cı ildir. Birinci yarıya aid, birinci əsrin birinci yarısına aid xüsusiyyət olacaq. Deməli, Atropatenanın yenidən müstəqillik əldə etməsi bu eramızdan əvvəl 2-ci əsrdə baş vermiş bir hadisədir. Ona görə də heç birinə aid edilməyəcək. Burada 2-ci əsri bizdən soruşur. Eramızdan əvvəl 2-ci əsri yox. Roma sərkərdəsi Antoninin şərqə yürüş təşkil etməsi bu eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısına aid bir xüsusiyyətdir. Deməli, buradan yazaq ən yaxşısı. Ya, belə yazmağımız necə? Daha yaxşı olar məncə. Roma İmperatoru Adrianın Alban hökmdarları ilə dostluq əlaqələri yaratması bu 2-ci əsrə aiddir. Magneziya döyüşü isə heç birinə aid xüsusiyyət deyil. Deməli, cavabımız oldu 1A, 2B, 3D şəklində. 86-cı sonuncu sual. Yenə 85 ilə eyni sualdır. Qanaq sahilindəki döyüşdə Romalıların qalib gəlməsi bu eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısıdır. Alanların Albaniyaya ilk dəfə yürüş etməsi heç biri 1-ci əsrdə ediblər. Roma sərkərdəsi Antoninin Fraspa şəhəri ətrafında məğlub edilməsi bu 2-ci yarıya aid bir xüsusiyyətdir. Qədim Albaniyanın yerli hökmdarlar tərəfindən idarə edilməyə başlanması deyirsə bu heç birinə aid deyil. Roma İmperatoru Adrianın Alban hökmdarları ilə dostluq əlaqələri saxlaması 2-ci əsrə aid xüsusiyyətdir. Bununla da biz Albaniyanın testini də yekunlaşdırmış olduq. Kanalımızda bu dövrə qədərki bütün testlər artıq mövcuddur. Bundan sonraki testlər də kanalımıza bir-bir əlavə ediləcək. Yəqin ki, siz videonu izləyəndə artıq əlavə edilmiş olacaq o testlərdə. Kanala abunə olsaz sevinərəm. Şərh yazsaz deməli, kanalın populyarlığını artırmış olarsınız və sizin kimi başqa abituriyentlərin və müdavimlərin də qarşısına bu test izahları çıxa bilər. Kanalı izləmədə qalın, özünüzə yaxşı baxın. Hələlik.